Çoxdandır gözlənilən oyun, böyük oyun Azərbaycan derbisi baş tutdu deyə bilərik. Məhz bu matç ətrafında söhbətimizlə Sportal Azda yeni, Sportal TV-də yeni podkastımıza, söhbətimizə başlayırıq. Sportal Az saytının təsisçisi Emin Abbasovla birgə bu gün Qarabağ Neftçi oyununu müzakirə edirik. Emin, axşamın xeyir. Axşamın xeyir Azər. Çoxdan da istədiyimiz kimi bir futbol bayramı, futbol həyəcanı baş tutdu. İşin sırf idman, sırf futbol tərəfi də baş tutdu deyə bilərik. Sürətli futbol, Neftçinin müəyyən mənada Qarabağla əvvəlki illərdən fərqli olaraq başa-baş futbol oynamağa çalışması, baxımlı futbol, qarşılıqlı epizodlar və sonda Qarabağın qələbəsi həm də bu dövrənin yekunudur və Qarabağ liderliyi nəhayət ələ ala bildi. Bu baxımdan da əhəmiyyətli idi Turan Tovuzun bu həftə xal itirməsi ilə. Oyundan isti-isti təəssüratlar necədir? Ümumi baxsaq, gözlədiyin, istədiyin kimi alındımı? Birincisi, o oyunun öz görüntüsü çox möhtəşəm idi. Çünki Qarabağla Neftçi arasındakı maçlar həmişə maraqlı, həmişə mübarizəli olur. Çünki bilirik, əzəli rəqiblərdir, güzəştsiz oynayırlar. Və son illər düzdür, Neftçinin qələbələri yoxdur. Hətta bu oyundan sonra Neftçinin qələbəsizlik seriyası 20 oyuna çatdı. Cəmi bir heçəsi var, əgər statistikanı düzgün deyirəmsə. Amma ümumən görüntü həqiqətən möhtəşəm idi. Çünki Turun bu oyunu həm də bu Zəfər bayramı gününə gəlib qeyd olundu və oyunda möhtəşəm görüntülər var idi. Bir tərəfdə Neftçi azarkeşləri şüarı başlayırdılar, Qarabağ azarkeşləri o şüarı davam elətdirirdilər və həqiqətən də bu xüsusən bu 44 günlük müharibənin ildönümü, bayram, bunlar hamısı sanki bir futbol bayramına qarışmışdı. Konkret oyun barəsində danışsaq, həqiqətən də çox maraqla gözlənilirdi. Çünki bir tərəfdə Avropa meydanlarında Azərbaycanın adını yüksəldən, xeyli auditoriya həm də Avropanın aparıcı ölkələrinin özünə cəlb eləyən, Avropada adlı sanlı klublara meydan oxuyan Qarabağ, digər tərəfdə son vaxtlar Abubakar transferinə xüsusən gündəmi zəbt eləyən və bilirik ki, Neftçini də inkişaf elətdirməyə çalışırlar. Əvvəlki adını sanını qaytarmaq üçün böyük cəhdlər var, böyük vəsaitlər xərclənir və bir qədər uğursuz başlanğıcdan sonra Neftçi son oyunlarda toparlanmışdı, ardıcıl qələbələr var idi və bu qələbələrdən sonra prinsipial bir rəqib Qarabağla maçda necə təsir bağışlayacağı gözlənilirdi. Ümumiyyətlə, maraqla məncə gözlənilən, biraz ehtimal olunan bu heyət məsələsi idi. Qarabağ Neftçiyə qarşı əsas heyətləmi çıxacaq, yoxsa daha çox ehtiyatda qalan oyunçulardan istifadə eləyəcək Qurban Qurbanov. Biz bu məsələdə biraz qarışıq heyət gördük. Çünki start heyətində məsələn Yankoviç, Silva, Duran, Elvin Bəhlul yox idi. Onlar ehtiyatda idilər. Qapıcı Xoyersi də ehtiyatda əyləşmişdi. Amma Qurban Qurbanova bununla bağlı oyundan sonra sual verilib. O deyib ki, məsələn start heyətdə oynayan Zubirlə Andrade Chelsea ilə maçda sona qədər meydanda qalmamışdılar. Kevin Medina'dan soruşub durumunu, o deyib oynamağa hazırdı və bir növ hazır olan futbolçuları start heyətinə daxil eləmişdi və Chelsea-nin bilirsiniz Qarabağla heçəsindən sonra Rooney çox kəskin tənqid eləmişdi Mareskanı ki, həddindən artıq çox rotasiyalar eləyir. Buna ehtiyac yoxdur və həmin rotasiyalar gətirib Qarabağ kimi komandaların oyunlarda xal itkisinə çıxarır. Və Mareskan cavabı da özünü çox gecikdirmədi. Mareska dedi ki, bugün futbol elə bir artıq hala gəlib ki, futbolçular mövsüm ərzində baxırsan ki, 60-a yaxın oyuna çıxmaq məcburiyyətində qalırlar. Bu da həddindən artıq risklidir. Futbolçular üçün həm də sağlamlıq baxımından problemə çevrilə bilər. Həmçinin də bu Qarabağın futbolçularına aiddir. Çünki bax Avrokubok maçlarında oynayırlar, çempionat maçlarında oynayırlar, kubok oyunlarına çıxırlar, milli komandalarda oynayırlar və zədələr tək toqquşmalardan olmur ki, və ya deyək ki, ayağı hardasa səhv qoymaqdan irəli gəlmir. Zədələr stressdən olur, zədələr yorğunluqdan olur. Bütün bunlar hamısı zədəyə gətirib çıxaran səbəblərdir və yəqin ki, Qurban Qurbanov da bunu çox yaxşı təhlil eləyir. Ən azından futbolçuların həm də məşqlərdə fiziki durumları araşdırılır, özlərinə söhbətlər olur, hesablayıblar neçə oyun oynayıb bu ana qədər. Ümumi statistikada bu çoxdur, azdır. Hər bir futbolçunun həm də fiziki funksional özəlliyi var. Kimisi daha dözümlüdür, kimisi bir qədər yüklənmə artığı olanda zədələnə bilər, kimisinin yaşı çoxdur, kimisi cavanda o yüklənməyə cavab verə bilər. Bütün bunlar nüanslardır və bütün bu nüansları hardasa incələyərək Qurban Qurbanov təxminən qarışıq belə bir heyət çıxartmışdı meydana.
və gördük ki, məsələn, hücum xəttində Nəriman Axundzadə oynayırdı. Sami Maye müdafiədə idi, Bəhlul yox idi. Medina ilə tandem təşkil eləyirdi. Sağ cinahda məsələn Mateo Silva yox, Dani Bolt idi və belə bir qarışıq heyətlə də belə Qarabağ bilirik ki, artıq o tempi yaxalamış, o sürətlərə ayaq verə biləcəyi bir komandadır və Neftçinin Qarabağın qarşısında necə görünəcəyi çox maraqlı gözlənilirdi. Məncə maraqlı bir maç oldu. Düzdür, deyə bilmərik ki, çoxsaylı epizodlar gördük, amma ən azından oyun anlamında bir qapalı maç değildi. Neftçi hücumla cavab verməyə çalışırdı. Abubakar üçün bax çətin oldu. Niyə çətin oldu? Bizim ötən verilişlərdə YouTube-da var. Tamaşaçılar yenidən izləyə bilərlər. Bax Neftçinin Kəpəzlə, Qəbələ ilə oyunlarından sonra mənim özəlliklə dediyim bir fikir var idi ki, Abubakar təcrübəli futbolçudur. Abubakar ağıl dolu bir futbol sərgiləyən hücumçudur. Hardasa bir toxunuşla, hardasa bir duruşla, hardasa bir ötürməklə hücuma bir dəstək verə bilər, hücumu şaxələndirə bilər, sürətləndirə bilər. Amma bu Kəpəz, Qəbələ və bu tipli komandalarla daha yaxşı alınır. Nəinki biraz Qarabağ, Sabah və ya digər iddialı komandalarla. Çünki orada sürətlər fərqlidir. Orada futbolçuların səviyyəsi fərqlidir və bugün gördük ki, Abubakar irəlidə topa yapışa bilmirdi. Çətinliklər var idi. Çünki Abubakar hələ ki optimal formasını yığmayıb. Biraz ağırlıq var, biraz ləngilik var. Bəli, topu hardasa gövdəsi ilə hesabına öz qarşısına atıb saxlaya bilər də, amma bu cür komandaların, məsələn Medina kimi müdafiəçidən elə rahat-rahat sıyrılmağı problem olacaqdı ki, bu özünü göstərdi. Amma buna rəğmən oyunun müxtəlif periodlarında istər İmad Faraş oyunu üzərinə götürməkdən çəkinmirdi. Vargasın birinci hissədə oyunu o qədər alınmırdı, amma ikinci hissədə gördük ki, o da əl-qol açmağa başladı, hardasa oyununu sərgiləmək istəyirdi və belə oyunlarda adətən bir də səhvlər oyunun nəticəsinə təsir edir. Ümumiyyətlə futbol haqqında danışarkən futbol həm də səhvlər oyunudur deyə bir fikir var. İndi ikinci hissədə baş verənlərə gəlib çatanda bu barədə ətraflı danışaraq, birinci hissədə məncə ən real epizod Nəriman Axundzadənin idi. Addaydan möhtəşəm bir öptürmə getdi ona. Təkbətək çıxdı, amma onun zərbəsi tirdən qayıtdı. Bax, bir tərəfdən Addayını vurğulamaq lazımdır ki, oyundan oyuna, perioddan perioda görürük ki, daha ağıllı futbol oynamağa başlayıb. İndi əvvəlki keyfiyyətləri var, bilirdik. Bugün məsələn bir neçə dəfə zərbə cəhdi oldu, çərçivəyə düşə bilmədi. Məsələn, Neftçidə də Vargasın bir neçə zərbəsi alınmadı. Ümumiyyətlə Azərbaycan Premyer Liqasında çıxış edən komandanın Azərbaycan çempionatında uzaq məsafələrdən zərbələr çox azdır. Xüsusən çərçivəyə gedən, xüsusən belə yaxşı alınan biraz alınmırdı. Amma oyunu anlamaq anlamında, hardasa zamanlamada düzgün qərar vermək baxımından Addayda bir irəliləyiş hiss olunur. Bu oyunda da bunu göstərdi. Dediyim kimi elə bir epizodda Nəriman Axundzadəyə çox əla bir ötürmə verdi. O adətən deyirləri yaxşı ötürmə qolun yarısıdır. Bax o cür ötürmələrdən idi. Nəriman Axundzadə %100 epizodu qaçırtdı. Bu ciddi problemdir Nəriman Axundzadə üçün. Çünki bax tamaşaçılarda, azarkeşlərdə, izləyicilərdə, sosial şəbəkələrdə rəy yazanlar da az qala Nərimanın oynamağının əleyhinə çıxırlar. Çoxluq o fikirdədir ki, Nərimanla Avrokubok maçlarını dartmaq mümkün deyil. Daha ciddi səviyyələrdə, daha ciddi rəqiblərlə, nəinki Camilo Duran, daha yaxşı hücumçulara ehtiyac var və yəqin ki, Qarabağın bu yöndə axtarışları davam eləyir. Çünki Qurbanov ümumiyyətlə dəfələrlə öz açıqlamalarında deyir ki, bizim seleksiya işimiz elə qurulub ki, skautlar il boyu müxtəlif mövqelərə axtarışdadılar. Bəlkə ola bilər, məsələn, yaxşı dayaq yarım müdafiəçim var, amma elə bir variant çıxıb ki, onu gətirsən daha başqa bir səviyyələrə qalxmaq mümkündür. Ona görə axtarırlar. Ümumi axtarışlar var və konkret axtarışlar var. O konkret axtarışlar hücumçu mövqeyi üzərindəndir. Çünki yayda çox müzakirə olundu. Qurbanov özü də deyirdi ki, gözümüz tutan futbolçular var idi, amma bilirdilər ki, Qarabağın Çempionlar Liqasından böyük qazanc əldə etdiyi məbləğlər var. Onlar da süni şəkildə o rəqəmləri, o məbləğləri qaldırırlar. Yəni 5 milyon istəyən hücumçunun qiyməti faktiki olaraq milyon yarım, 1 milyon idi. Və bugün riskə gedib hücumçu transfer eləmədilər, amma Qarabağın statistikasını götür, Avrokuboklar qarışıq, Premyer Liqa çox məhsuldar bir mövsüm keçirirlər. Hücumçusuz, da nominal hücumçusuz. Bugün Nəriman da tam o ümidləri doğrultmur. Duran bilirik ki, o zonada oynasa da bu adam daha çox wingerdir.
Və yayda mən əminəm ki, qışda olmasa da gələn yaya yaxşı bir hücumçu mütləq şəkildə transfer eləyəcəklər. Ola bilər ki, o 5 milyon avroya 2 yaxşı hücumçu transfer eləyərlər. O ehtimal da həmişə var. Amma bu oyunda da bax Nəriman düşən epizodu qaçırtmaqla yenə də elə belə azarkeşlərə bir məyusluq gətirir. Çünki belə oyunlarda epizod düşdüsə onu dəyərləndirmək lazımdır. İkinci hissə artıq biraz Qarabağın daha aqressiv, daha sürətli hücumlardan başladı. Orada penalti epizodu var idi. Dani Bolta qarşı bir kobudluq var idi. Elçin Məsiyev maçın baş hakimi heç vara gedib baxmadı. Dərhal penalti nöqtəsini göstərdi. Açığı təkrarlardan baxdım, penaltiyə bənzəyirdi. İndi mən efirdən baxmışam oyuna, çünki gəldik burada studiyada artıq verilişi çəkməyə. Samir Abbasov oyundan sonra deyib ki, bu cür toxunuşlara görə penalti vermək lazım deyil və hətta bəzi misallar da gətirib ki, bəs yaxşı bizim filan oyunumuzda deyirdiniz ki, futbol kontakt oyunudur. Hər toxunuşa penalti olmur. Kontaktdırsa burada da kontakt olub, amma penalti veriləcək qədər 100% epizod deyil. İndi bilirik ki, hər həftə Hakimlər Komitəsinin sədri De Blacker bütün mübahisəli epizodlarla bağlı öz mövqeyini ortaya qoyur, rəylər verir. O video çəkiliş formatında təqdim olunur futbol ictimaiyyətinə. 100% əminəm ki, bu epizodda incələnəcək və daha çox maariflənmə olaraq izah olunacaq ki, burada niyə penaltidir. Yenə deyirəm, adi gözlə kontakt var, toxunuş var və sürətli olan bir toxunuşdur. Çünki sürətdə o toxunuş olanda yetərlidir ki, futbolçu müvazinətini itirib yıxılsın. Penalti kimi gəldi mənə. Məsiyev də o qədər əmin idi ki, heç vara getmədi, heç vardan da onu çağırmadılar. Bu da var. İkinci qolda Elvin Bədəlovun səhvi oldu. Durduq yerdə bir səhv elədi və rahatlıqla ikinci qolu vurdu Qarabağ. Bundan başqa Zubirin də son dəqiqələrdə çox yaxşı bir 100% epizodu var idi. Neftçi hər halda müəyyən mənada bir dirəniş göstərdi. Başa-baş oynamağa çalışdı. Bəzən nələrsə alındı, bəzən alınmadı. Amma biraz qəribə səslənəcək, amma bu belədir. Neftçi yenidən qurulma bir mərhələsindədir. Neftçini yenidən qururlar. Bəli, bir tərəfdən baxanda 20 oyundur, Qarabağ qarşısında bir şey eləyə bilmirlər. 20 oyun əgər cəmi vur-tut bir heçə varsa, bu yaxşı təbii ki, göstərici deyil. Amma digər tərəfdən mən başqa müqayisə üçün nüanslar gətirə bilərəm. Birincisi, o 20 oyunun məsafəsində götürürüksə, sonuncu qələbə elə Samir Abbasova aiddir və o qələbədən sonra bir çempionluq yaşanmışdı Neftçi düşərgəsində. İkincisi, bir reallıq da var ki, Qarabağ məsələn, Şamaxıya qarşı fərqli oynaya bilər. İstər heyət olaraq, istər oyuna köklənmə və motivasiya olaraq. Şamaxı Qarabağa qarşı, mən misal olaraq Şamaxını gətirəm, bir qapanıq futbol oynaya bilər, zona verməyə bilər. Neftçiyə qarşı həm Qarabağ özü motivasiyalı oynayır. Çünki rəqibin adı sanı var. Həm də ki, Neftçi qapanıq futbol oynamır axı. Neftçi də çalışır, irəli çıxsın, Neftçi də çalışır. Məsələn, birinci hissədə pressingdən sonra bir dəfə yaxşı top aldılar. Qapıya zərbə ilə tamamlandı. İkinci hissə Dalmeydanın yaxşı bir zərbəsi vardı. Şahrüddin bir qurtarışlı yadda qaldı. Yəni Neftçi də Şamaxı deyil də futbol anlamında və ya digər bir outsider komanda deyil ki, qapansın öz qapısına. Çalışır ki, Neftçi o sürətlərə ayaq versin, o sürətlərdə bir oyun nümayiş elətdirsin. Dediyim kimi o bəzən nəsə alınır, bəzən alınmır. Amma Neftçiyə biz qiyməti bu mövsümün sonunda verməliyik. Bir tərəfdən baxanda artıq çempionatın 1/3 hissəsi arxada qaldı. Bu Premyer Liqa 3 dövrəlidir. Digər tərəfdən kubok oyunları olacaq. Bəlkə kubok yolu ilə Avropaya yollanmaq mümkündür. Get-gedə Abubakar formaya düşəcək. Qışda bəlkə biraz da heyəti gücləndirərlər. Samir Abbasovun əlinin altında olan futbolçuların bəlkə bəziləri daha da sıçrayış edib daha yaxşı oynaya bilərlər. Məsələn, Vargas gəldiyi andan bu yana daha yaxşı oynamağa başlayıb. Daha yaxşı oynayır. Elə bil çəkisini də atıb, daha yaxşı alınır. Hə, Qarabağa qarşı ən yaxşı oyunu keçirtmədi. Biraz o fəallığı görmədi. İmad Faraş daha elə bil fəal və istəkli idi, göz önündə idi. Abubakar get-gedə formaya düşə bilər. Metju Fani pis oynamadı məsələn Neftçidə. Baxırdıq ki, Metju hardasa o oyunun həqiqətən də ruhunu tuta bilən futbolçudur. Amma bax, bir var dediyim kimi Kəpəzlə oyun, Qəbələ ilə oyun və ya bir başqa bir komanda ilə, bir var Qarabağla. Axı qarşındakı rəqib də o qədər bu mövsümün artıq içinə girib ki, o qədər templər görməyə başlayıb ki, Azərbaycan çempionatında o templəri çox rahatlıqla qarşılayır. Çünki Avropada o oyunlarda böyüyür Qarabağ.
Neftçinin yenidən o əzəmətini qaytarması üçün ilk növbədə Avrokuboklarda oynamağa başlamalıdır. Qruplarda indi yeni dilləndisək liqa mərhələlərində oynamalıdır ki, bu hərdən məsələn deyirlər, davamlı bir fikir var ki, Qurban Qurbanov məşqçi kimi yetişib bu yerlərə gəlib çatıb. Qurban Qurbanov bu Premyer liqalarda böyümədi. Hərçənd bir 15 il əvvəlin Premyer liqası da fərqli idi. Orada Xəzər Lənkəran kimi, o vaxtki Neftçi kimi, Bakı kimi, Inter kimi, əzəmətli Qəbələ və sair klublar var idi ki, onlarla təbii ki, çempionatın ab-havası da, çempionatın səviyyəsi də başqa idi. Amma Qurban Qurbanov həm də ilk növbədə Avrokubok maçlarını oynaya, hətta qruplara düşməyəndə belə hər dəfə play-off'a qədər gedib çıxırdılar. Hər mövsüm baxırdın ki, bir 4 və ya 6 maç keçiriblər Avrokuboklarda. Bunlar hamısı təcrübədir. Bunlar hamısı məktəbdir. Və bu gün Neftçidə lap Samir Abbasovun özünün də məşqçi kimi daha da böyüməsi üçün Avrokuboklar çox vacibdir. O beynəlxalq səviyyədə oyunlar oynaya, həm fərqli sürətlər görürsən, həm fərqli rəqiblər görürsən, həm komanda özü mental baxımından böyüyür. Bu gün Neftçidə bəli görüləsi işlərdən biri də o qalib ruhunu qaytarmaqdır. Çünki niyə bax çempion oldular 2020-ci il idi də deyəsən. Amma o çempionluq mentaliteti itib deyə biraz Avrokuboklarda təsəvvür elə Çempionlar Liqasından başlayaraq uduza gəldilər, heç konferans liqasında qrup mərhələsinə düşə bilmədilər. Birinci bunun üzərində çalışmaq lazım. Nədir burada problem? Və get-gedə daha səviyyəli futbolçular gələ-gələ indi könül istər ki, Abubakar kimi futbolçular bura qrup çağında yox, hardasa formalarının daha yaxşı səviyyəsində gəlsinlər, amma bu da real deyil. Çünki formasının daha yaxşı səviyyəsində olan Abubakar Azərbaycan Premyer Liqasında gəlib milyon yarım avrodan, 2 milyon avrodan daha aşağı oynayası deyil. Və ya bəlkə də o fiziki durumda olsa seçimini Azərbaycan klubundan yana eləməz. Bu da reallıqdır. Bunun üçün çempionatın səviyyəsi qalxmalıdır. Amma bütün bunlara rəğmən mən düşünürəm ki, biz maraqsız bir Qarabağ Neftçi oyunu izləmədik. Ən azı dediyim kimi Neftçi bir başa-baş mübarizə verməyə çalışdı, ən azı cəhd elədi. Bugünkü Neftçinin Qarabağla ayaqlaşması asan məsələ deyil və Qarabağ da fərqli biraz hazırlaşır. Qurban Qurbanova mətbuat konfransında suallar verilib. Məsələn, hətta Şimali Kiprdən azarkeşlər gəlib, orada belə Qarabağı izləyirlər, maraq var deyə belə fikirlər səsləndirirlər. Məsələn, Türkiyədə böyük bir maraq var Qarabağa. Türk dünyasının ümumiyyətlə marağı var. Rusiya, mən YouTube platformalarında son vaxtlar çox tez, Rusiya deməyim, rus dilli YouTube platformalarında da Qarabağla bağlı çox mən sujetlər görürəm, verilişlər izləyirəm, podkastlar. Chelsea-lə oyuna da xeyli rus jurnalistlər gəlmiş. Rusiya mətbuatına xeyli adam gəlmiş. Bu maraq artırır, bu şansdır digər klublarımız üçün də ki, bilirsən, ən azı Premyer Liqanı tanıyırlar, ən azı bilirlər ki, burada Qarabağ var, ən azı ona bir bab komandalar olmalıdır və hərdən mən deyirəm, biraz bizdə də bu baxımdan çox təzadlı bir durumdur ki, ölkənin Qarabağ kimi bir klubu var. Artıq Avropada səs sala bilib, Avropanın diqqətindədir. Çünki Avropa Liqası bir başqa turnirdir, Çempionlar Liqası bir başqadır. İstər qazanc baxımından, istər imic baxımından, istər diqqət baxımından. Yəni hər tərəfli fərqli turnirlərdir və Qarabağ Avropa Liqasında hər nə qədər uğurlu olsa da, Çempionlar Liqasındakı bu uğurları tam başqa qəbul olunur Avropada və dünyada və təsadüf ona görədir ki, bu cür klubu, bu cür nəticələr olan bir komandası var Azərbaycan futbolunun. Amma Premyer Liqası ümumən o səviyyələrə ayaq vermir. Məsələn, mən bir neçə dəfə maraqlandım, bəlkə indi bax TikTokda indi işə salmışıq, izləyirlər, buradan da tamaşaçılara salamlayıram və maarifləndirici bir şeylərdir, bunu da danışım. Mən çox maraqlandım ki, niyə biz də Azərbaycan Premyer Liqasında bəli var tətbiq olunur, amma niyə o 3D şəkil qrafikalı biz təkrarlar vermirik? Çünki elə epizodlar olur ki, gözlə onu müəyyənləşdirmək çətindir. Bəlkə dizinin qapağı biraz qabağa çıxıb, bəlkə nə bilim bədəninin bir hissəsi qabaqdadır. Bunu yalnız şəkil qrafikası ilə görmək mümkündür. Mənə dedilər ki, biraz bu bahalı texnologiyadır. Dedim, bahalı nə qədər bahalı? Dedilər, dəqiq bilmirik. İndi mənim maraqlandığım adamlar bəlkə milyon yarım avro. Milyon yarım avro milyard deyil. Bu qədər böyük futbol üçün həll eləmək olar. Niyə bizdə məsələn qol line texnologiyası yoxdur? Niyə bizdə
çəkilişlər daha möhtəşəm deyil. Bax bu gün də Qurban Qurbanov o barədə danışıb ki, kaş stadionlarımız daha yaxşı olardı, kaş görüntü fərqli olardı. Hə bu gün sevindirən məqam var idi ki, biletlərin məncə hamısı satılmışdı. Hamısı satılmışdı bir gün. Yəni nəhayət ki biz Azərbaycan Premyer Liqasında dolu tribunlar qarşısında izləyirik. Amma indi bir də mən xatırlayıram 15 il əvvəli Neftçi ilə Xəzər Lənkəranın, heç mən Lənkəranda demirəm, Tofiq Bəhramovda oyunları var idi ki, 25 min azarkeş yığırdı. İnanılmaz. 25 min azarkeş yığırdı Bakıda o oyunlar. Demək ki, bizdə o azarkeş potensialı var. Sadəcə bəlkə o futbola maraqlı olan bölgələrin cəlb olunmasıdır və ya deyək ki, Neftçi kimi klubların əvvəlki əzəmətini qaytarmasıdır. Daha çox iddialı və imkanlı klubların olmasıdır ki, bu Premyer Liqa əzəmətli görünsün. Bax mən o gün deməli açıqda da Türkiyə futbolunu o qədər izləmirəm, amma bu Qalatasarayın Çempionlar Liqası oyunları mənə maraq verir və mən Liverpool'la oyunlarına baxmışdım. Möhtəşəm bir sürət ayaqlaşması göstərmişdi oyunda Qalatasaray. Sonrakı Bodo Glimt'in oyununa baxdım, sonuncu oyunlarda baxdım Ajax'la və bu oyunlar arasında bir də Qalatasarayın Trabzonspor'un oyununa baxdım. Və fikir verdim ki, mən çoxdan da Türkiyə çempionatına baxmıram. Bəlkə də yanılıram, bəlkə mən elə oyuna denk gəlmişəm. Amma o oyunda belə sürətlər əla idi. Qolsuz bərabərliyinə bitən bir maç oldu. Deyəsən Qalatasaray Trabzonspor idi. Bəlkə indi səhv salıram, meydan sahibi kim idi, amma Qalatasaray Trabzon. Oyun özü olduqca sürətli, olduqca mübarizəli, olduqca belə biraz dırnaqarası vahiməli, nə bilim, hər tərəfli oyun idi. Və mən başa düşdüm ki, Qalatasaray Liverpool'la nəyin hesabına o döyüşkənliyi göstərir? Çünki liqada belə o döyüşkənliklər var. Başdan liqanın səviyyəsi və keyfiyyəti qalxmalıdır. Bax Qurban Qurbanov yadındadır. Şamaxı ilə oyundan sonra demişdi ki, hakimlər hər dəqiqə fit çalmalı deyil, hakimlər hər dəqiqə oyunu saxlamalı deyil, imkan verməlidirlər ki, o temp qalxsın, o sürətlər qalxsın. Düzdür, mən o barədə danışdım ki, bunun üçün tək hakimlər yox, rəqiblər də güclü olmalıdırlar ki, onlar hər dəfə özləri də yıxılıb qalmasınlar meydanda. O gün sən Chelsea-nin oyunda yəqin fikir verdin də, necə oynamağa imkan verirdilər, necə sürətli oyun gedirdi, necə o hətta hər toxunuşa görə foul saxlamırdı. Bizimkilər belə təəccüblə qalırdılar. İngilislər buna alışıblar. İngiltərə Premyer Liqasında mən nadir hallarda görürəm ki, kimsə dəqiqələrlə özünü yerə atsın. Atıbsa demək ki, bir ciddi zədəsi var. Bizdə kimə toxunursan yıxılır, yerdə qalır. Saniyələrdən, bəzən dəqiqəyə qədər gedib çatır bu yıxılıb yerdə qalmaqlar. Amma bu belə təsir eləyir. Görüntü belə təsir eləyir. Nə bilim, komandanın, bax bir dənə Vincent Abubakarın adı, mən deyərdim ki, bu derbiyə nə qədər rəng qatdı. Derbi ətrafında gedən söhbətlər, derbi ərəfəsində olan bax bu bütün müzakirələrin içində bir Abubakar adı var idi. Bir ad var. Kaş ki biraz daha yaxşı formada olardı. Növbəti dövrənin oyunlarına kaş Abubakar başqa formada çıxardı. Bəlkə yana bir-iki dənə də maraqlı oyunçu gətirərdilər. Futbol belə inkişaf eləyir. Futbol yaxşı meydançalarla, yaxşı hakimliklə, səviyyəli futbolçularla, digər belə deyək də komponentlərlə o daha baxımlı hala gəlir. Daha baxımlı hala gəlir. Ona görə də bunun üzərində çalışmaq lazımdır. Başa düşürsən? Yəni bunlar hamısı çox vacib məsələlərdir və o Neftçi cəbhəsindən bilmirəm bütün bu baş verənlər necə görünür. Çünki Neftçi azarkeşləri biraz necə desəm düzgün çıxar, yorulublar. Adamlar artıq qələbələr istəyirlər, adamlar artıq titullar istəyirlər. Çempionluq olmasa heç olmasa kubok istəyirlər. Ən azından özünə gəlmiş bir komandası. Ən azından məsələn çempionluq mübarizəsinin sona qədər içində olmağını istəyirlər. Gözləntilər böyükdür və xüsusən bu mövsümü çox maraqla gözləyirdilər, amma mövsümün əvvəlindəki o yersiz xal tikilər oldu. Demək olar hardakı o xal itirməməyi planlaşdırırdılarsa, orada xal tiklərinə yol verdilər. Bütün bunların nəticəsi olaraq biraz bədbinlik var. Təbii ki, Abubakarın, Metsifenin gəlişi ilə biraz dəyişib yəqin ki, o əhval-ruhiyyə və düşünmürəm ki, Qarabağla oyundakı məğlubiyyəti də faciəvi qəbul edirlər. Çünki yenə deyirəm, bəzən istəməsək də reallıqları qəbul etməliyik. Bugün Qarabağ güclüdür. Bugünkü şərtlər altında Qarabağla hətta qələbə qazansan belə turnir cədvəli baxımından çempionluq mübarizəsinə girmək çətindir.
Qarabağın biraz Avrokubok oyunlarından başı ayılan kimi bütün gücünü istiqamətləndirəcək, verəcək, bütün o resurslarını xərcləyəcək Premyer Liqaya. Orada qabağını almaq çətinləşəcək. Bu gün bilirik Turan Tovuz da qarşısında çempionluq mübarizəsində olmağa qoyub, bilirik Sabahın heyəti güclüdür. İndi Araz Naxçıvan yaxşı heyət yığıb, Zirə bilirik həmişə hardasa bu mübarizənin içində olur. Üstəgəl indi Neftçi var. Belə baxırsan sanki bax Qurban Qurbanov sual veriblər ki, bu gün Azərbaycan Premyer Liqasında birinci dövrə bitdi. Ötən mövsümlə müqayisədə fərq nədədir? Çünki bu dəfə 12 komandadır. Biz neçə illərdən sonra ilk dəfədir ki, 12 komandalı çempionatda bir mübarizəni görürük. Qurban Qurbanov deyib ki, mübarizə daha gərginləşib. Daha çətin mübarizə gedir. Amma burada mən bir replika demək istəyirəm. Kəmiyyət həmişə keyfiyyət deyil. Və ya biz həmişə hardasa deyə bilərik ki, filan oyun mübarizəli keçdi, amma o demək deyil ki, keyfiyyətli keçdi. Bəli, ola bilər oyun gedir, mübarizətdən artıq çoxdur, güzəşt yoxdur. O buna keçid vermir, bu bunun qarşısını alır. Amma bu həmişə keyfiyyət demək deyil. Keyfiyyət bəlkə də o yaradıcılıqdadır, o gözəllikdədir, o futbolçuların daha çox estetik oyun tərzindədir. Başa düşürsən nə demək istəyirəm? Yəni bu gün mübarizə bəli var. Baxırsan ki, hər komanda ilə oyunda çətinlik çəkə bilər. Amma bu keyfiyyətlidirmi? Məsələn, indi istəmirəm bir komanda adlarını çəkim, biraz bəlkə etik cəhətdən düzgün deyil. Baxırsan elə komanda var, xal toplaya bilər, müdafiədə qapanmaqla, döyüşməklə, savaşmaqla. İndi heyəti də elədi ki, indi başa-baş bəlkə oynamağa çətinlik çəkər Qarabağdan, Sabahla, Neftçinin ona bundan. Amma keyfiyyətlimi futbol oynayırlar? Yox. Bəli, mübarizəli futbol oynayırlar, bəli, döyüşkən futbol oynayırlar, bəli, rəqiblərə problem çıxardırlar. Amma keyfiyyətli futbol, səviyyəli futbol göstərmirlər. Yəni imkanları ona yol vermir. Ona görə bu baxımdan da Azərbaycan futbolunda yeni investorların peyda olması, daha böyük büdcəli klubların mübarizə aparması, daha səviyyəli futbolçuların gətirilməsi, daha yaxşı meydanlarda futbolun oynanılması, bütün bunlar təbii ki təsir eləyir oyunun keyfiyyətinə və ümumiyyətlə liqanın keyfiyyətinə. Ümid eləyək ki, indi gələcəkdə qarşıda biz daha baxımlı, daha maraqlı, daha təkin edirəm Qarabağ yox, heç olmasa Qarabağa bab olacaq, mübarizə aparacaq bir 5-6 komanda izləyək. Bax, vaxt var idi, əslində biz indi belə deyirik. Yadındadır. 2 il ard-arda bizim 2 klubumuz Avropa Liqasında qruplarda oynayıb. Qarabağ və Qəbələ. Bu az bir şey deyil. Yəni Azərbaycan kimi kiçik futbol ölkəsinin birdən-birə 2 komandası qruplarda oynayırdısa, bu bir göstərici idi. Və o vaxtın Qəbələsi əməlli başlı Qarabağa rəqib idi. Amma orada da az idi. 2 komandalı, 2 aktyorun tamaşası idi. Bizə lazımdır ki, heç olmasa indi o 4 komanda Avrokuboklarda oynaya bilər. Kim hara qədər gedər, ondan danışmıram. Amma liqanın öz daxilində bir 5-6 elə komanda olsun ki, sürətlər fərqli olsun, səviyyələr fərqli olsun. Bunlar görüntü olaraq da, mövzu olaraq da elə böyüsün, elə şişsin ki, həqiqətən Premyer Liqaya maraq həddindən artıq artsın. Bu da indi zamanla yəqin ki, düzələcək bir şeylərdir də. Sırf futbol və turnir cədvəli baxımından mövsümün birinci dövrəsi bitdiyi üçün elə bu iki komanda tərəfindən məsələyə baxaq. Qarabağ liderliyi götürdü, zaten gözlənilən idi və demək olar bir neçə mövsümdə belə olub. Komanda mövsümün əvvəlində Avrokuboklara daha çox məşğul olur, hər dəfə bir komanda lider olur və sonradan situasiya dəyişir. Bunu necə daşıyacaq, hansı formada daşıyacaq liderliyini Qarabağ? Bu mövsüm daha ağırdır. Çempionlar Liqasında vəziyyət, orada iş çoxdur, oyun sayı çoxdur, rəqiblər ağır rəqiblərdir. Oradan bura köklənmə, oradan bura keçidlərdə problemlər görürük. Bütün bunların fonunda Qarabağın çempionluq mübarizəsini necə görürsən? Yəni yenə hər şey erkənmi bitəcək, yoxsa heç olmasa bir aprel maya qədər davam edəcək mübarizə görürsən və yaxud da başqa bir tərəfdən baxsaq, indi bayaq dedik Neftçi çempionluq mübarizəsində olmağını istəyir azarkeşlər, amma sanki bu komandanın Avrokubok uğrunda mübarizə aparması belə yetərli olacaq. Çünki 2 ildir bunu bacara bilmir. Sırf turnir cədvəli baxımından bu komandaların situasiyasını dəyərləndirir. Azərbaycanda mənim bu məsələyə biraz yanaşmam fərqlidir.
Birincisi, bax bu Chelsea oyunundan sonra bir yoldaş görüb mənə deyir ki, bax siz deyirdiniz ki, Chelsea-ni Qarabağ uda bilməyəcək. Deyirəm qardaş, mən proqnoz verən deyiləm. Heç ümumiyyətlə həyatımda proqnoz yazmamışam. Mənim təbiətimə uyğun deyil. Mən daha çox diaqnoz qoya bilərəm. Normal şərtlər altında, normal düşüncə ilə, bəli, sən əgər müqayisəyə qoysan, Chelsea daha şanslı görünür. Amma biz onu da qeyd eləmişdik ki, bax Chelsea oyuna bir gün qalmış gəlir, normalda 2 gün qalmış gəlməlidir. Chelsea ola bilər rotasiyalara gedə bilər. Chelsea sıx qrafikdə oynayır. Chelsea-nin çempionatda işləri qaydasında getmir. Chelsea-nin müdafiənin mərkəzində problemləri var. Biz bunu danışırıq. Hə bunu Qurbanov necə təhlil eləyir, artıq necə oyunun o hər elə bir məşhur bir fikir var da, hər oyunun öz hekayəsi var. Orda nə necə alınır, orada nəyə necə eləyirlər. Bəli. Biz nəticəsinə artıq qiymət verə bilərik. Proqnoz vermək, mən bugün deyim, Napolini udarıq da, amma indi alınmadı. Amma yenə deyirəm də oyundan oyuna da baxırsan ki, ümidləri artır. Bax bugün fərq nədə idi? Bax oyun başladı Qarabağ Neftçi. Birinci sən ağlıma nə gəldi? Mən baxdım ki, Qarabağda ehtiyatda Yankoviç var, Duran var, Kaşuk var, Mateus Silva var, nə bilim o var, bu var, Elvin Cəfərquliyev var. Kimlər ki girib oyunu gücləndirə bilərlər. Və bir də baxdım Neftçinin ehtiyat oyunçular skamyasında başa düşdüm ki, o meydanda olanlardan savayı oyunu girib gücləndirəcək elə bir oyunçular yoxdur. Əslində fakt olaraq da göründü. Uzaq başı kimsə kimisə yerini doldura bilər, amma gücə güc qatmaq anlamında Qurbanovun imkanları daha böyük idi. Açıq danışmaq lazımdır bunu. Və Qarabağın ümumən götürəndə imkanları bu baxımdan daha böyükdür. Çünki qışda da transfer eləyə bilərlər. Və qışa qədər, məsələn, indi açıq deyək də, ola bilər Addayını bugün də kimsə bəyənmir, amma dəqiq deməliyik ki, bu keçən ilki Adday deyil. Bu keçən mövsümki Adday deyil, bu fərqli Addaydır. Kaşuk, məsələn deyək, bax Benfica ilə oyunda girib qol vurub. Mən bu barədə keçən verilişimizdə danışmışdım. Bu oyunda da girdi Chelsea-yə qarşı, baxdın ki, sürətə sürət qatdı. Yaxşı alındı oyunu. Neçə dəfə sürətli hücuma çıxdıq, qol vurmağa yaxın idi. Yəni Qarabağın sistemində hansısa bir futbolçunun mövsümün sonlarına qədər artırması da mümkündür. Məsələn, Chris Kouakou. O futbolçuda nəsə var. Məsələn mən xatırlayıram, ümumiyyətlə Qarabağ və Neftçi bizim aparıcı klublarımızı yaxından izləyirəm deyə. Keçən il Romao gələndə 6 ay demək olar adam düzəməlli futbol oynamadı. Hətta bir anlıq fikirləşirdik ki, Qurbanov bunu hansı keyfiyyətlərinə görə götürüb, ağır görünür, ləng görünür. Biraz sanki o dönmələri, o hərəkətləri, o özünü doğrultmayan bəzi keyfiyyətləri var. Amma qışdan sonra elə bil ki, o gül açan kimi açıldı, başladı fərqli futbol oynamağa. İndi məsələn Chris Kouakou'da nəsə var. Baxırsan ki, müəyyən keyfiyyətləri var. Amma hələ ki o effektividir gördüm, məsələn qışdan sonra elə açıldı ki, Premyer Liqada yəni həddən artıq kömək elədi Qarabağa. Bax bu reallıqlar var. İkincisi, bir də rəqib anlamında bu məsələyə baxmaq istəyirəm. Neftçinin çempion olduğu il yadındadır. Son turda Neftçi ilə üz-üzə gəlirdi Qarabağ. Həmin oyunda Qarabağa heç-heçə kifayət eləyirdi. Həmin oyunun gedişində Qarabağ hesabda irəli çıxa bilərdi. Hətta verilməyən penalti məsələləri vardı, Elçin Məsiyev idi. Son anlarda Ahmedov qol vurdu, çempion oldular. Ona görə mən nə demək istəyirəm, bunu da incələyim, fikrim dolğun olsun. Bax, məsələn, mən bir klub rəhbəriyəm. Məsələn, deyək, şərti ola Ehtiram Quliyevəm. Mən komandamın qarşısında çempionluq hədəfi qoyuram deyəndə, hədəf əslində çempionluğun özü yox, çünki bura qıraqdan da biraz qeyri-ciddi qəbul oluna bilər. İndi söz olaraq yox da, yəni futbolçu özü fikirləşə bilər ki, əslində mənim qabağıma necə çempionluq mübarizəsində şərt qoyursan ki, bir Qarabağ kimi rəqib var. Bugün tək Azərbaycan Premyer Liq klubları yox, də ki Çempionlar Liqasında rəqiblər üçün problemdir. Reallıq var da, bunu təbəssümlə qarşılaya bilər. Okey, boss deyə bilər, amma keçər qırağa deyir, bu nə danışır belə. Ona görə fikir olmalıdır ki, qardaş, sona qədər biz çempionluq mübarizəsinin içində qalmalıyıq. Son turlara qədər. 3-lükdə olma, 2-lükdə olma, 1 xal fərqlə 2 xal geridə ola bilərik. Amma bu çempionluq mübarizəsi aparan 2-lik midir, 3-lük midir, oradan çox qopmayaq. Orada nə olar, nə olmaz Allah bilir. Ahmedov çıxdı, qol vurdu son turda, qazandılar. Yəni hədəf birbaşa çempionluq yox, hədəf son tura qədər və ya belə deyək, son turlara qədər çempionluq mübarizəsinin içində olmaqdır. Çox da xal anlamında Qarabağdan geri qalmamaqdır. Son turda nə olar, nə olmaz, Qarabağ çıxar, qırmızı alar, orada filan kəs, nə bilim,
bir avtogol eləyər, nə baş verər, nə olmaz, min hadisə baş verir futbolda. Ora qədər daşısan, orada hər şey baş verə bilər. Amma bir də var ki, həmin o finiş xəttinə Qarabağ məsələn bir 10 xal, 9 xal fərqi ilə girir. Aydın məsələ ki, o mən dediyim olmazlar olsa belə, 3 xal itirəcək, ehtiyatında bir 5-6 xalı var, rahat gəlib yenə çempionluğunu bayram eləyəcək. İndi bu ana qədər hələ ki görürük ki, düzdür Qarabağın ehtiyatda bir oyunu var, amma ehtiyatda oyunda Sabahlandır. Yəni elə belə sıradan bir komanda ilə deyil ki, Sabah özü də xal ehtiyatı olaraq bu liderlər qrupundadır. Biraz çətin olacaq başqaları üçün, amma Qarabağda bax bir mentalitet var, çempionluq mentaliteti. 2 və ən əsası bu çempionatı və Avrokubokları paralel daşımaq təcrübəsi var. Bəzən az qüvvə ilə burada o nəticələri əldə edə bilirlər. Bəzən o krizis momentinə girəndə onu Qurbanov idarə eləyə bilir və bu gün Avrokuboklar deyəndə indi tək Allah eləsin nə qədər bacarıq uzağa gedək. Yəni ki, Çempionlar Liqasında kaş yenə yanılım finala qədər gedəsi deyilik də. Yəni bu hardasa bitəcək də, bu mart ayı ola bilər, nə bilim fevral ayı ola bilər, bəlkə aprel ayı ola bilər. Amma hansı mərhələdə dayanandan sonra uzaqbaşı bir oyun o oyunçulara yorğunluğunu, istirahətini verə bilər. Deyəcək, haydi dostlar, Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsində tam var gücümüzlə mübarizə aparırıq. Orada artıq hər oyun bu ağır artilleriya maçlarda iştirak eləsə, rəqiblər üçün təbii ki, çox çətin olacaq. Çünki bizim səviyyəli futbolçu deyəndə həm də o səviyyə bir futbolçunun bir performansı mövsüm boyu daşımağına hesablanıb deyilmiş ifadə və fikirdir. Futbolçu var, məsələn bizim bəzi futbolçularda olur deyə baxırdı indi Araz Abdullayev o gün də qol vurub çıxırdı, bəzən 2-3 oyun fantastik bir performans ortaya qoyurdu, 3-4 oyun itib batırdı. Baxırsan o aşağı yerlərdə gedən komandalarda elə oyunçular olur ki, bəzən görürsən çox möhtəşəm bir oyun sərgiləyir, bir neçə tur sonradan mövsüm boyu onu heç cür darta bilmir. Bu da elə səviyyə göstəricisidir də. Yəni səviyyə hələ bu deməkdir ki, sən o imkanları, o səviyyəvi mövsüm boyu dartıb qoruya biləsən və ya mövsümlər boyu. O artıq ustalıqdır. O artıq bacarıqdır. Yəni sən məsələn deyək də Sabah Qarabağ olmadı çempion, gəldi oldu çempion, Sabah oldu, Araz Naxçıvan oldu və ya bir başqası. Çox rahatlıqla deyə bilərdilər ki, məsələn, siz nətər ekspertsiz deyirdiniz Qarabağ çempion olacaq. Ekspertin işi odur ki, təhlil eləyib danışsın. Yəni xəyal eləyib danışmasın da, yəni fantaziyalarla, təxəyyüllə danışmasın. Gördüyünü desin. Hə, futbolda heç də həmişə görünən də olmur. Bu da var. Elə sürprizlər var deyə futbol maraqlıdır. Və hətta mən hərdən o proqnoz verən dostlar deyirlər ki, bir-iki oyun denən yazaq belə elə. Mən deyirəm qardaş, mən təxminən belə başa düşürəm ki, əgər hər oyun görünən nəticə olaraq gəlsəydi, daha hamı bütün dünyada bu pul qoyuluşlarından nəsə qazanardı da. Elə cəmaatı çaşdıran da odur ki, bəzən o force majorlar olur, gözlənilməyən nəticələr baş verir. Bəzən görünən gəlmir, görünməyən özünü doğruldur. Bu da təbii futbolda baş verir bu, bəli. Əslində elə bir çoxlarda bunu oyun satdı, oyun bookmakerlərə işlədilər kimi başa düşür, amma bu təbii futbol prosesidir. Və bir şey var. Məsələn, mövsümün əvvəlində tək söhbət bizdən getmir də. Bu Avropada analitiklər var. Hansılar ki, məsələn deyək, Çempionlar Liqasında nə qədər komanda var? Deyək ki, filan qədər komanda var. Otururlar onların siyasından, başlayırlar təxminlər hesablamağa ki, filan komanda çempion olmağa neçə faizdir və mən bilmirəm indi 24 ilə bağlı elə bir proqnozlar hazırlanıb, təhlillər olub ya yox, amma mən əminəm ki, mövsümün əvvəlində heç kim Qarabağı o 24-də salmazdı. Açıq deyək də, söhbət bizdən getmir. Avropanın deyək ki, ən bərk gedən analitikləri, ən belə güclü ekspertləri belə oturub bunu təhlil eləsələr. Bir dəfə maraqlı yadıma düşmüşkən yəqin sən də baxdın, bu Beşiktaşın elə Ajaxla desən Ajax idi, Sporting Lisabon idi, kimdi qruplarda olanda bir türk ekspert var idi. Mənim qabağıma müxtəlif platform TikTokda desən çıxmışdı. Durub hesablayırdı ki, şimdi bak kardeşim, bir puan burada aldı Beşiktaş, 3 puan orada aldı, 1 burada aldı, 3 orada, 3 orada belə 12 puan. Həmin o qrupda xal toplamadı Beşiktaş. Ümumiyyətlə xal toplamadı. Bütün oyunlar məğlub oldu. Futbolun indi bu üzü də var da. O indi oturub öz ağlına görə nələrsə hesab kitab edir. Düşünmürəm ki, savadsız adamdır. Düşünmürəm ki, futbolu bilmir. Amma heç də həmişə proqnozlar doğrultmur özünü. Mən ona görə özümü daha çox diaqnoz qoyan adam kimi qəbul Azərbaycan futbolunda, dünya futbolunda demirəm. Yəni ki, təxminən güclü nisbətini götürsən Qarabağ çempiondur.
Və kim bu gün cəsarətlə üzərinə, yenə deyirəm, kimsə hardasa proqnoz verirsə və ya belə deyək, bir fikir atırsa ortalığa ola bilər. Amma bu gün məntiqlə səni çərək əsaslandır, fikrini niyə deyirsən? Sən durub rəqibləri təhlil eləsən, sən durub real durumlardan danışsan, belə elə deyə bilməyəcəksən axı kimsə. Mən dediyim odur ki, maksimum çalışmalıdır rəqiblər ki, sona qədər o çempionluq mübarizəsinin içində olsun. Orada nə olar, nə olmaz. Bəlkə də sensasiya yaşana bilər. Bu qədər. Emin yekunlaşdıraq, əlavən yoxdursa, Yox. Sportal TV-də biz Qarabağ Neftçi oyununu müzakirə edirdik. Qarşılaşmadan dərhal sonra Sportal AZ saytının təsisçisi Emin Abbasovun şərhlərini xüsusilə sizə təqdim etdik. Kanallarımızı izləyin, abunə olun. Qarşıda sizi daha fərqli, daha maraqlı həm fikirlər, həm layihələr gözləyir. Bu günlük indilik bu qədər. Hələlik.